Bir neçə gün öncə Bakı Qızlar Universiteti fəaliyyətini dayandırıb. Rəsmi məlumatlara görə burada oxuyan tələbələr digər universitetlərə köçürüləcək. Bəs burada işləyən müəllim və işçi heyətinin aqibəti necə olacaq? Kifayət qədər əməkdaşımız var ki, əsas iş yeri bura idi. Bizə maraqlıdır ki, bizim müəllimlərimiz, bizim pedaqoji heyətimiz, akademik heyətimizin aqibəti necə olacaq? Və uzun illər burada işləməyə, yəni sövqlə, məhəbbətlə işləmişik və bu hal bizi çox narahat edir və bu dəqiqə yaş elə yaşdır ki, işlə təmin olunmaq çətindir. Bu dəqiqə ailədə tək məsəl üçün mən özümdən götürüm, ailəni tək dolandıran əgər mən idimsə, indi bu artıq çox çətin bir vəziyyət yaranıb və hətta bizim özümüzü düşündürdüyü halda da valideynlərimiz, tələbələrimiz bizi necə düşünürlər, deyirlər ki, yaxşı bizim tələbələrimiz yerləşdiriləcəklər, sizlər necə olacaqsınız? Mən məzun olmuşam, 29 ildir burada işləyirəm, mən buradan heç vaxt narazı olmamışam. Yəni, bu sevərək işləmişəm, bizə çox ağır gəldi buranın bağlanmaq, xəbərini eşitmək. Heç istəməzdik ki, belə bir şey olsun. Biz taleyimizi bilmək istəyirik, bundan sonraki bizim taleyimiz nə olacaq? Bakı Qızlar Universitetinin tədris işləri üzrə prorektoru Havva Abdullayeva bildirib ki, hazırda tələbələrin yerləşdirilməsi ilə bağlı məsələ aydındır, lakin universitetin pedaqoji və inzibati heyətinin gələcək taleyi ilə bağlı onlara hər hansı rəsmi məlumat verilməyib. Halbuki Təhsil Nazirliyinin mövqeyi aydındır, tələbələr yerləşdiriləcək. Amma təbii ki, sizi düşündürən məsələlər bizim professor müəllim heyətinin, eyni zamanda inzibati texniki heyətin taleyi də bizi düşündürür. Yəni, mən şəxsən istəyərdim ki, və ümumiyyətlə kollektivin üzvləri istəyərdi ki, Təhsil Nazirliyi bu işçilərin taleyinə də bir aydınlıq gətirsin. Yəni, işçilərin yerləşdirilməsi ilə bağlı Təhsil Nazirliyində hansı fikirlər var? Bunu bilmək istərdik. Çox təəssüf ki, bununla bağlı da əlimizdə bir məlumat yoxdur. Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən isə mövqe ala bilmədik. Şəhla Poladova, Cabbar Qaryağdıoğlu, Xəzər xəbər.